Dövlətin əsas qruplar üçün ayırdığı sosial layihələrdə özbaşınalıq yoxsa vətəndaş hüquqlarının tapdalanması, Şəki rayonunda məskunlaşan məcburi köçkün Əbdullah Abdullayevin üzləşdiyi Əngəllər və Məmurluq Agentliyi regional məşğulluq idarələrinin fəaliyyətini yenidən gündəmə gətirib. Şikayətçi bildirir ki, özünə məşğulluq proqramının icrasındakı qüsurları və yerli rəhbərliyin nöqsanlarını dilə gətirdiyi üçün rəsmi qurumun birbaşa hədəfinə çevrilib. Vətəndaşın ən ciddi iddialarından biri də budur ki, o qanunsuzluqlara etiraz etdikdən sonra Şəki-Zaqatala regional məşğulluq filialının müdiri Abdullah Kərimov tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə otağa çağırılıb və kəskin psixoloji təzyiqlərlə üzləşib. İdarə rəhbərinin vətəndaşlarla rəftarı, sosial proqramların idarə olunmasındakı negativ hallar barədə prokurorluq orqanlarına və dövlət instansiyalarına çoxsaylı müraciətlər ünvanlansa da, hələ də heç bir qanuni tədbir görülməyib. Haqlı tələblərinin rəsmi divarlara çırpılaraq nəticəsiz qaldığını görən şikayətçi çarəni mediaya müraciət etməkdə görüb. Qarşılaşdığı bu bürokratik əngəllərdən və idarə rəhbərliyinin hədələrindən bezən Şəki sakini çıxış yolunu səsinin birbaşa ölkə rəhbərliyinə çatdırılmasında görür. O, aidiyyatı dövlət qurumlarından bu iddiaların qərəzsiz şəkildə araşdırılmasını, qanunun aliliyinin təmin olunmasını və vətəndaşı küncə sıxışdıran məsul şəxslərin qanun qarşısında cavab verməsini tələb edir. Biz də bir xəbər media olaraq iddialarda adı çəkilən regional idarə rəhbərliyinin və rəsmi qurumların mövqeyi olarsa işıqlandırmağa hər zaman hazır olduğumuzu bildiririk. Mən Abdullayev Əbdülnur Qalamoğlu. Şəki rayonunun Yeni Salafxan Köşkülər qəsəbəsində yaşayıram. Mənim müraciətim ölkə rəhbəri cənab Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənablarına, hörmətli Prezident, hörmətli Baş Prokuror Kamran Əliyev cənabları, mən Şəki rayonunun Məşğulluq İdarəsinin müdiri Abdullah Kərimov haqqında sizlərə elədiyim müraciətlər göndərilir, Şəki rayonunun prokurorluğuna göndərilir. Orada Şəki rayonunun prokurorluğu Abdullah Kərimovun haqqında tədbir görməkdə çətinlik çəkir. Hörmətli cənab baş prokuror və Əli Nağıyev cənablarına müraciət edirəm burada. Hörmətli cənablar, xahiş edirəm, məni qəbul edin. Şəki rayonunun Məşğulluq İdarəsinin müdiri Abdullah Kərimovun haqqında bütün sübutları mən sizə təqdim edeyim. Abdullah Kərimov məsuliyyətə cəlb olunsun. Mən hörmətli baş prokuror, onu bildirmək istəyirəm ki, mən onu 7-ci ay siz Balakən rayonunda vətəndaşları qəbul edirdiniz. Həmin qəbula mən də qeydiyyatdan keçmişdim. Mən də gəldim, amma çox təəssüflər olsun ki, Balakən rayonunun prokurorun əməkdaşları imkan vermədi ki, biz sizin qəbulunuza düşək, əlimdəki olan sübutları da mən sizə təqdim edəm. Və mən bir daha sizdən xahiş edirəm ki, siz Şəki rayonunun prokurorluğuna göstəriş verəsiniz. Şəki rayonunun Məşğulluq İdarəsinin müdiri Abdullah Kərimov məsuliyyətə cəlb olunsun. Abdullah Kərimov Şəki rayonunda yeganə insandır ki, Şəki rayonunun prokurorluğu amal məlum onun haqqında tədbir görməkdə çətinlik çəkir. Hörmətli cənab Prezident və hörmətli baş prokuror, sizdən xahiş edirəm. Şəki rayonunun Məşğulluq İdarəsinin müdiri Abdullah Kərimovun haqqında tədbir görülsün.